Bugünkü birinci sualımız keçən dərs yazdığımız integral sualına eyni metodla həll olunacaq. Yəni əvəz etmə yolu ilə həll etməliyik. İkinci sualda isə başqa bir metodu müzakirə edəcəyik. Deməli, birinci sualda bizə verir x üstəgəl 1 integralla bu y üstü x kvadrat üstəgəl 2x dx. Biz keçən dərs öyrəndik ki, belə olan ifadələrdə y üstü x kvadrat üstəgəl 2x-a ya da mürəkkəb görünən bir dənə ifadəyə yeni dəyişən deyə bilərik. Məsələn, u. Onda törəmə alsam, du bərabər olur. Y üstü nə varsa, o özü qalır. Vurulsun, yeni funksiyonun törəməsi. X kvadrat üstəgəl 2x-in törəməsi. Buradan da tapıram ki, du bərabərdir. Y üstü x kvadrat üstəgəl 2x vur. İndi x kvadratından törəmə alanda bizdə eləyəcək 2x, 2x-dən törəmə alanda 2. Deməli, du bərabərdir y üstü x kvadrat üstəgəl 2x vur 2x üstəgəl 2. 2-ni mən qarşıya çıxarsam və du-ya bölsəm, du böl 2 bərabər olanda y üstü x kvadrat üstəgəl 2x vur x üstəgəl 1. Bu da məndə elə şərtdə verilən ifadədir. Ona görə aparıb birbaşa yerinə qoya bilərəm. Burada dx-lərdən unutmamalıyıq. Bu ifadə bütöv şəkildə du böl 2-yə bərabər. Yazıram du böl 2. 2-də 1 qarşıya çıxarsam, qalır 2-də 1 vurulsun. Du. Buradan da u çıxmalıdır bizdə. Və u-nun yerinə gətirib bayaqki ifadəni yazıram. X kvadrat üstəgəl 2x, yox, y üstü x kvadrat üstəgəl 2x y üstü x kvadrat üstəgəl 2x üstəgəl s sabit dəyişəni də unutmayın. Çünki bundan biz geriyə qayıtsaq, normal funksiyaya qayıtsaq, onda sonsuz sayda normal funksiya alınır və bu hissədə həmin sabiti göstərməlidir. Deməli, nə edək? Mürəkkəb görünən y üstü x kvadrat üstəgəl 2x-ə u deməklə, daha sonra onunla du-nu tapmaqla sualı həll edə bilirik. İndi ikinci sual isə başqa bir metoda aiddir. Bu metodun adı hissə-hissə integrallamadır. Gördüyümüz kimi burada 2 dənə fərqli funksiya var və dx-a görə integrallamaq lazımdır. Belə bir düstur var. İntegral u, dv, u və v burada fərqli funksiyalardır, dəyişənlər. Bərabərdir u, v hasili çıxılsın. Bu dəfə v, du. dv burada v-nin diferensiyallaşdırdığımızı, du isə u-nu diferensiyallaşdırdığımızı göstərir. Başqa sözlə bunları bir tərəfə yıxsaq, cəmləri u və hasilinə bərabərdir. İndi mən baxmalıyam ki, bunlardan hansına u, hansına v deyim. Məsələn, buna x-a u desəm, onda elən x hissəsinə dv qalır. Yəni, elən x nəyinsə törəməsi olmalıdır. Amma bildiyimiz funksiyaların içində törəməsi elən x olan funksiya yoxdur. Buna görə də mən x-a dv deyirəm. dv bərabərdir x-a, x dx-a. U da ki bərabərdir elən x-a. İndi mən dv-ni bilirəmsə, tapmalıyam ki, v nəyə bərabərdir? Nədən? Biz törəmə alsaq x eləyəcək. X kvadrat böl 2. U-nu bilirəmsə də du-nu tapa bilərəm. Elən x-dan törəmə alanda bizdə verəcək 1 bölünsün x. İndi düsturda yerinə yazıram. X elən x bərabərdir u və v-nin hasili. U məndə oldu elən x və oldu x kvadrat bölü 2. Çıxılsan integral. İndi integralda gördüyümüz kimi v var, x kvadrat bölü 2, vurulsun du, yəni 1 bölü x. Yazıram elən x, vur x kvadrat bölü 2, çıx, 2-də 1 qarşıya çıxardanda olur 2-də 1, integralda x. Onda bilirik ki, elən x, vur x kvadrat bölü 2, çıx, 2-də 1, x nədən törəm alanda x verir? X kvadrat bölü 2. 2-də 1 da vurulur, qalır x kvadrat bölü 4.
Deməli bizdə yekun integral buna bərabərdir. Bu sualı həll etmək üçün mütləq biz hissə integralını son bilməliyik. Çünki başqa yolla bunun həlli qeyri-mümkündür. Hissə integralının metodunda düsturu bundan ibarətdir. Biz burada əsas olaraq U və V-ni necə təyin etməliyik? Onda bayaq dediyimiz kimi iki kombinasiya var və bunlardan yalnız biri düzgün gəlir. Düzgün olanı tapmaqla da sualı asanlıqla həll edə bilərik.